Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Azərbaycanın tanınmış mərhum qanuni oğrularından olan Albert Gəncənski kimdir? Albert Gəncənski öz əcəli ilə yox, arxadan namərtcəsinə güllələnərək öldürülən qanuni oğrudur. Keçək əsas xəbərə. Əli Müseyboğlu Heydərov 1981-ci il fevral ayının 2-sində Gəncə şəhərində anadan olub. O, 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb, orada yaşayıb. Sonradan Arxangelskidəki Komsomolskaya mütəşəkkil cinayətkar dəstəsinə qoşulub. Kriminal aləmə meyilli olan Gəncəli Albert 2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib. Həbsdən azad olunan Albert, Det Xasanın klanı tərəfindən 2002-ci ildə Sankt-Peterburqda keçirilən Sxotkada qanuni oğru adı alıb. Bir müddət azadlıqda olan Albert Gəncənski 12 aprel 2021-ci ildə Moskvanın Aviasiya küçəsində yerləşən Al Yelkən Elit Yaşayış kompleksinin fitness zalında məşq edən zaman sifarişlə tutulan killer Mətləb Sultanov tərəfindən tapancadan bir neçə dəfə arxadan atəş açılaraq qətlə yetirilib. Mətləb Sultanov qaçıb gizlənsə də əvvəlcədən planlaşdıraraq tutduğu kirayə evdə həbs edilib. O, törətdiyi cinayəti boynuna alaraq 16 il müddətinə həbs edilib. Qurumların bildirdiyinə görə sifarişi verən Nadir Səlifovun qardaşı Namiq Səlifovdur. Çünki Albertlə Quli çoxdandır ki, düşmançılıq aparırdı. Amma Mətləb Sultanov bildirir ki, Albert onu söyüb və bu söyüşə görə Alberti qətlə yetirib. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.